Salam əziz traderlar, təlim videosuna bir daha xoş gəldiniz. Bu təlim videosunda biz trendə əsasən əməliyyatları necə icra eləməliyik? Ümumiyyətlə bizim trend zonasını təyin edəndə bizim səhvlərimiz və yaxud da ki, düzgün əməliyyatlarımız necə olmalıdır? Yəni səhvlərimizi birinci növbədə tapmalıyıq və ən əsası da düzgün əməliyyatları uşaqlar icra etməliyik. Ona görə biz analiz edirik və başlayırıq uşaqlar bir qrafik üzərində biz burada əməliyyatlarımızı icra eləmək. Deyək ki, hər hansı bir trend zonasını tapırıq, fərqi yoxdur. Mən bu videoları uşaqlar çalışacağam ki, bundan sonra analiz edim. Videolar biraz uzun olacaq, scalping edəcəm. Daha doğrusu scalping edirəm ki, video daha çox uzun olmasın deyə scalping ticarətləri edib bunu da sizinlə YouTube-da paylaşacağam. Növbəti videoda bunu mütləq şəkildə edəcəm. Hal-hazırda trendə əsasən uşaqlar biz buradan təyinatlarımızı götürürük. Keçək. Uşaqlar, biz buradan hal-hazırda bir trend zonası təyin edirik və bir daha buradan da belə bir trend zonası təyin edirik. Bunu rahat şəkildə qoyaq. Sizə izah eləmək istədiyim bir çox şey var, amma yavaş-yavaş bunları sizə uşaqlar izah edəcəm. Ümid edirəm ki, bu YouTube kanalı sizin köməyinizə çatır. Uşaqlar, bizim ümumiyyətlə təyin etdiyimiz bir trend zonasında bizim birinci növbədə səhvimiz biz ticarəti izləmirik və izləməyə belə səbrimiz olmur və buna görə biz uşaqlar nə edirik? Yanlışlara yol açırıq və bu da bizim ticarət sahəsində belə deyək, bir çox səhvləri yol veririk və ona görə də uşaqlar biz bunu etməməliyik. Ümumiyyətlə birinci növbədə təpə olaraq birinci təpə, yəni əgərlər trend aşağıdırsa, aşağı bir trendimiz varsa, aydındır uşaqlar, aşağı belə bir trendimiz varsa bizim birinci təpə, yəni maksimum təpəsi, minimum təpəsi, maksimum təpə, minimum təpə, maksimum təpə və minimum təpə. Burada isə biz uşaqlar qırılma zonasını görürük. Hansı ki, bu qırılma zonasından biz daha güclü əməliyyat icra edə bilərik. Mənim sizə trend içərisində əməliyyatları necə icra edirəm, onu izah etmək istəyirəm. İnşallah birinci növbədə bunu gəlin biz düzgün çəkək, sonra şəhərlərdə yazılmasın ki, bunu sən düzgün çəkməmisən. Bu ola bilər nəzərimizdən qaça bilər, amma xırda bir şeydir. Biz bunu çalışarıq ki, nəzərimizdən qaçırtmayaq uşaqlar. Boş danışan insanlar onsuz da mövcuddur, hər zaman da olacaq. Onlar olmasa mümkün deyil, yəni. Deməli, uşaqlar, biz üzr sayın. Biz buradan necə əməliyyatı icra etməliyik? Deyək ki, belə bir trend zonamız var. Mən hər zaman deyirəm, bu akademiyadakı uşaqlardan bu əməliyyatları belə bir icra etmək lazımdır. Və burada da görürük ki, uşaqlar trend yönünü dəyişib və belə-belə oynamaqla uşaqlar belə bir oynamalarla trend yönünü dəyişib və hal-hazırda da yuxarı yönlü gedir. Bunu qoyduq bir kənara. Bizə əsas lazım olan bunlardır. Bunlar nə üçün lazımdır bizə? Uşaqlar, biz əməliyyatlarımızı icra ediriksə, biz hər zaman əgərlə bir trend aşağıdırsa, biz yuxarı əməliyyat qəti sürətlə açmalı deyilik. Yəni biz buradan yuxarı əməliyyat açmalı deyilik, buradan da yuxarı əməliyyat açmalı deyilik, buradan da yuxarı əməliyyat açmalı deyilik. Əgərlər bir trend düşüş trendi varsa, çalışmaq lazımdır, düşən zonalarda əməliyyat açmaq lazım. Yəni misal üçün düşüş trendindəsənsə, sən buradan short əməliyyat atsan, bura qədər profiti götürə bilərsən və yaxud da ki, əksinə düşünürsənsə, trendə əsasən korreksiyadan belə long əməliyyat açım götürüm, yox. Long əməliyyat açarsan profitin az olar və ola bilər ki, bu geri korreksiya edər, yəni trend zonasına toxunmamış aşağı düşə bilər. Ona görə trend içərisində əgər bir trend aşağıdırsa, həmin trend zonasından uşaqlar biz ancaq short əməliyyatı icra etməliyik. Yəni trend yönü yuxarıdırsa, long əməliyyatı icra etməliyik. Yəni biz buradan short əməliyyatları icra etməliyik və qırılmalardan sonra biz long əməliyyatı aça bilərik. Yəni hər hansı bir trendin qırılmasından sonra biz buradan korreksiyadan sonra long əməliyyatı icra edə bilərik. Aydındır? Gəlin belə bir bunları silək. Fərqi yoxdur. Bunları silək. Bunlar olmasın. Gəlin sizə belə bir grafiksiz bir izah edeyim uşaqlar. Misal üçün belə bir yüksələn bir bizim trendimiz var.
belə bir yüksələn belə bir trendimiz var. Uşaqlar, bu trend içərisində biz qəti sürətdə short əməliyyatları açmalı deyilik. Yəni short əməliyyatları açılarsa profitlər həqiqətən də az olur. Birin birə belə bir profitlərimiz mövcuddur. Ona görə long əməliyyat belə deyək, trendə əsasən, yəni long əməliyyatı hal-hazırda trend yuxarıdır. Buradan long əməliyyatı icra etsək biz əlbəttə ki, burada karda olacağıq. Ona görə hər zaman deyirəm, əməliyyat açarkən uşaqlar hər zaman fikir vermək lazımdır. Diblər, aydındır, bu diblərə fikir vermək lazımdır. Yəni bizim əməliyyata giriş zonalarımız bu diblərdir. Və belə bir şey də deyim. Deyək ki, belə bir trendə əsasən, bunu biraz aşağı çəkək. Belə bir burada üzr istəyirəm. Burada belə bir trendimiz mövcuddur bizim. Yəni belə bir yüksəliş baş verib. Biraz soyuqlamışam uşaqlar, üzr sayarsınız. Belə bir trendimiz yüksəlib və belə bir trendimizdən uşaqlar biz nə gözləyə bilərik? Buradan belə bir düşüş, hər zaman belə bir qırılma baş verərsə, geri dönüş olur və geri dönüşdən sonra aşağı yönlü əməliyyat açmalıyıq. Buna səbəb nədir uşaqlar? Çünki burada nəzərinizə bir şey çatdırım. Burada trend yönünü dəyişir və buradan trend yönünü dəyişdikdə uşaqlar biz nə etməliyik? Biz buradan short əməliyyatı icra etməliyik. Amma nəzərinizə bir şey çatdırım. Bir çox insan bunu unudur və bunu sizin nəzərinizə çatdırmalıyam mən. Və çox insan belə bir əməliyyat açanda uşaqlar hər zaman dəstək və direnç zonasını unudurlar. Aydındırmı? Dəstək və direnç zonaları uşaqlar bu ticarət sahəsində həqiqətən də bizim çox işimizə yarayır. Ona görə biz buna fikir verməliyik. Baxın, sizə belə bir şey izah etmək istəyirəm. Əgərləri belə bir qırılma baş veribsə burada, bura qədər düşübsə, bu tutalım ki, yoxdur. Bunu yox kimi sayın. Əgərləri bura düşübsə, uşaqlar, bu bizim dəstəyimiz bura qədər gəlməlidir. Yəni dəstəyimiz burada olmalıdır. Böyük baxış edəndə uşaqlar dəstək direncin burada görürük, amma əgərlər bir düşüş baş veribsə, dəstəyimiz aşağı çəkirik, direncimizi də bura qoyuruq. Aydındırmı? Burada isə oynamalar baş verir. Deyək ki, buranın qırılması mövcuddur. Biz bir daha bu zonaya bir nəticəmizi atırıq. Misal üçün, deyək ki, bəlkə də bunu həqiqətən də çoxunuz nəzərdən qaçırırsınız. Burada, uşaqlar, bu zonada bildiyimiz kimi, əgər də qırılma baş verərsə, geri dönüşdə, deyək ki, bura dəstəkdir. Geri dönüşdə isə direncdir. Direnci qırmalıdır ki, bir dəstək yaratsın bizə, aydındırmı? Əgərlər belə bir situasiya ilə qarşılaşmışıqsa, belə bir qırılmamız, bunu çək aşağı, belə bir qırılmamız baş veribsə, biz bunu niyə atırıq? Biz bunu atırıq ki, bu təyin edə bilək ki, bu gəlib, bu direncə dəyə bilər və burada isə dəstəyə toxuna bilər. Yəni biz trendə əsasən də bunlara diqqət etməliyik. Yəni bunlarda da belə dəstəyə bir direnclər zonası mövcuddur və ona uyğun hərəkət edirlər. Yəni bunu nəzərinizdən qaçırmayın. Əgərlər bir direnci və yaxud da dəstəyi qırarsa, ona uyğun əməliyyatları da icra etmək bizə mümkündür və beləliklə həqiqətən də biz ticarət sahəsində uğurlu ola bilərik. Amma nəzərdən qaçırmamaq şərti ilə. Aydınmı? Yəni buranı qırdı, buranın qırılması baş verdi və buradakı dəstək zonasına toxundu. Geri dönüşdə direnc və dəstək. Ola bilər ki, bu burada görəvini bitirməz, təzədən geri dönüş eləyər, bura toxunar və təzədən aşağı yönlü qayıda bilər. Və yaxud da ki, uşaqlar, bu aşağıda qıra bilməz. Yəni misal üçün bu nə edir? Bu buradan geri dönüş edər. Yəni bu buradan geri dönüş edər və burada belə bir gözəl patern yarada bilər və bu paternə əsasən də uşaqlar əməliyyat açanlar mövcuddur, olur və olacaq da və həqiqətən də bu patern işə də yaraya bilər. Burada gördüyümüz kimi trend yönünü dəyişəndə fikir verin uşaqlar. Burada bir baş, çiyinlər və aşağı doğru düşüşlər baş verir. Çox insanlar trendə əsasən trend yönünü dəyişərkən buna bəlkə də fikir vermirlər, amma buna da fikir vermiyorlar. Gəlin sizə belə bir görsədim burada. Kirves şal trend yönünü dəyişdikdən sonra burada baş zonası, çiyinlər və belə bir gözəl bir qrafik yaranır burada və keçək bir daha. Buradan belə bir qalxış ola bilər, geri dönüş ola bilər, trend bir daha yönünü dəyişib bu şəkildə də gedə bilər. Ona görə uşaqlar, trendə əsasən əməliyyatları icra ediriksə, biz misal üçün hər hansı bir trend buradan görəvini yetirib fikir versə, yenə də burada bizə lazım olan nədir? Və bunu bəlkə də heç yerdən eşitməmisiniz, bəlkə də qarşınıza belə çıxmayıb. Burada
Səbəb nədir? Yəni buradan aydınca görürük ki, belə bir trend zonamız varsa, xırda bir trend zonasının qırılması ilə buradakı dirənç zonasını qırıb və üstdəki dirənç zonasına qədər gedib və dirənç zonasını qırdıqdan sonra dəstək zonasını yaradıb və dəstəyə dəydikdən sonra bir daha dirənci bu şəkildə qırıb trend yönünü dəyişib və buradan da biz görə bilirik ki, buradan da belə bir trend yaranıb. Yəni trend içərisində trendlər mövcuddur. Yaranmağa sadəcə nə etmək lazımdır uşaqlar? Əməliyyatı rahat şəkildə izləmək lazımdır. İnanın ki, əməliyyatımızı rahat şəkildə izləyəndə biz uğurlu ola bilirik. Və yaxud da ki, bu gedə bilər uşaqlar. Bu bura qədər də gedər, qıra da bilər, belə də ola bilər. Yəni belə bir uşaqlar qrafiklə rastlaşsanız, yəni bunları mütləq şəkildə edin. İnanın ki, buna uyğun əməliyyatlarınızı icra edə bilərsiniz. Ümid edirəm bu video xoşunuza gəldi. Növbəti videoda uşaqlar real əməliyyat asacağam və çalışacağam skalpinq edim, yəni dəqiqələr içərisində ticarət edib nəticələrini sizinlə bölüşüm. Ümid edirəm videolar xoş gəldi. Özünüzə müvəffəq olun. Əsl uşaqlar sağlam olun, sağlam qalın. Allah'a emanet olun.